Nazim bizim UFC-də döyüşçümüzdür, həm də ki fəxrimizdir. Gəlin. Nazim is a beast. Gedirik Nazimlə, Hüseynlə, Elnurla. Böyük səviyyəyə çıxmaq üçün gör nə qədər sən əziyyət verməlisən. Потому что это место, мы за это место молились, нервничали, и теперь мы здесь. Ну просто вот как бы вот школа, как бы скажем, была американской. UFC-də bizim döyüşçülərimizin sayı çox olsun Allahın köməyi. Mənə elə gəlir ki, bundan sonra daha da yaxşı olacaq. Köhnə axırıncı döyüşdən sonra artımı özün hiss edirsən. Yaşasın motivator kollektivi, yaşasın bütün dünya Azərbaycanlıları. Uşaq, sən azadsan. Karabakh, Azerbaycan. Baş sponsor Inline Az Su Filtri Mərkəzi. Qardaş, bu nə əziyyətli çəkirsən? Nə vaxta qədər evə su daşıyacaqsan? Biz necə eləyim qardaş? Problemin həlli buradadır. Gəl mənlə. Black Diamond ilə suyunuzu evinizdə özünüz istehsal edin. Həm su daşımağa son qoyun, həm də keyfiyyətindən tam əmin olun. Azerbaycan'a gəlişi barədə birinci fikirlərini bir What is the reason you're coming here? What is my reason? I'm visiting my homeland, my motherland, the land of my father who's with me here, my mother, my grandparents. Öz doğma vətənimi səfərləyirəm, hansı ki anam da, atam da, nənəm, babam hamısı buralıdır. UFC haqqında fikirlərini də desən, necə belə deyək də, gözləyirdim ki, yəni orada kontrakt bağlanacaq onunla. Can you tell about the UFC? Did you expect, you're going to be in UFC, you're going to sign a contract with UFC? UFC is the best level organization. I through my manager, I was in talks with Bellator, PFL, different organizations, but the UFC was always my goal and it was always my dream. And one of my dreams was always to raise the Azeri flag in the UFC, not any other organization. And just fighting this one fight on Contender Series, I understand why UFC is the greatest organization in the world. UFC deyir top level döyüş yəni təşkilatıdır. Mən nə deyir təşkilatçılardan CFFC bir də Bellatordan da kontraktlar gəlmişdi, amma mən məqsədim UFC-də olmaq idi və bunun uğrunda da bir də Azərbaycan bayrağını qaldırmaq üçün məqsədim bir dənə yəni UFC-yə getmək idi. UFC-də başqa Azərbaycanlılar da çıxış edir. Nərman Abbasov, Rafael Fizi, onlar barədə, yəni üçüncü Azərbaycanlı şəxs sən Türkiyənin iştirak edəcəksən. Onlarla münasibətin varmı? Onlarla əlaqən, tanışlığın varmı? He's asking, there is other, fighters from Azerbaijan, Rafael, Nariman. Do you know them? Do you have like good relationship with them? Rafael Fiziev and I trained back in Thailand in 2017.
Rafael Fiziev is a good friend of mine. Nariman, I never met him in person, but inshallah he'll come back here with a contract. I'll meet him here. I've been communicating with him on social media, Instagram, all this stuff. So we're in good terms. I hope inshallah he comes back with a contract here, and we'll sit down, have some tea in beautiful Baku. Rafael'la 2017-ci ildə bir yerdə məşq eləmişik. Çox yaxın münasibətimiz var, yaxın dostluğumuz var. Nərimanla heç vaxt görüşməmişəm. Ancaq belə əlaqəmiz olub, amma ümid edirəm ki, o da kontraktı qalib gələcək kontenderdən UFC-yə, bura gələcək və bir yerdə Bakıda zövq alacaq. And what about Hussein Aliyev? Hussein Aliyev is also in the States. Yeah, I know him. I'm friends with him as well. I know Hussein Aliyev. Hüseyni də tanıyıram. Azərbaycanlı döyüşçüdür. Bu qədər. That's it for now. Thank you. Thank you. Çok sağ ol. Çok sağ ol. Nazim, Tahir Abdullayev aydın məsələdir var. İndi Şiraslan qardaş da heç də öz yerində. Nəşət Şiraslanla başqa söhbətimiz olacaq. İnşallah Amerika, Las Vegas. Matkasda axırıncı vaxtlar, aylar ərzində olan bütün MMA ilə bağlı olan döyüşlər, yəni gələcək döyüşlər barədə danışacağıq. İnşallah Şiraslan dünən gəlib, ona görə biraz hələ özünə gəlməyib. Ona görə yox, millət gözləyir. Millət gözləyir Şiraslanın o ingilis dilində o dediyi frazalar, Tahir Abdullayev məsələn. Yəni o inşallah indi birazdan da indi o biraz həzm eləsin, yavaş-yavaş da indi. Uzun müddət Amerikada yaşadığına görə Nazimin Azərbaycanca tam yəni fikirləri başa düşür. Sadəcə olaraq müəyyən bir vaxt lazımdır. Nazim də bizə bir il yarım inşallah ki söz verib ki, bir ilə il yarıma bizim dilimizi tam öyrənəcək. 28 ildir ki Nazim Amerikada yaşayır və Amerikada yəni bizi təmsil edir, Azərbaycanı təmsil edir. Ona görə də normaldır. Yəni inşallah ki öyrənəcək, yəni söz verib. В общем, Назим, ну как ощущение, как ощущение? Я переполнен эмоциями, потому что это место, мы за это место молились, нервничали, и теперь мы здесь. Дышим этот воздух, видим все это просто переполнение эмоций, брат. Я думаю, то, что это не в первый раз будет, то, что твой приезд в Шушу. Иншаллах. Сам знаешь, я сам шушинец. И Назим тоже со мной. Ты дома, да, брат, я дома. дома. Я дома. Düzdür. Neçə illərdir ki, mən ümumiyyətlə Şuşada olmamışam. Mən Dağıstanda anadan olmuşam, Dərbənd şəhəri. Buradan Dərbəndlilərə, Dağıstanlılara salam göndərirəm. Bir tərəfim Şuşalıdır, atam tərəf, bir tərəfdən Dağıstanlıyam. Ancaq Bakıda böyümüşük. Bakıda yəni 29 il ərzində də biz arzu etmişik, dua eləmişik ki, bizim torpaqlarımız qayıtsın. Qismət olsun ki, Şuşaya gəlir. Я хотел вопрос задать. В общем, я коротко про тебя рассказал, то, что ты в Америке вырос, все это. В общем, сам расскажи, что, как, где родился, что, чтобы аудитория тебя уже поближе. Тебя знают, просто кто не знает, чтобы узнали. Да? Вот мама и папа переехали в Москву, где я родился недолго после их переезда в Москву. Я там начал школу и 6 лет переехал в Нью-Йорк. И поэтому у меня как бы детство разделено было на Москву и Нью-Йорк. А родители сами азербайджанцы из Баку. Почти все мои предки, все из Баку, из города Баку. Единственный, кто был из Генджи, это мой дедушка. Но он тоже после какого-то времени, там, 12-13 лет переехал в Баку. В общем, в Нью-Йорке я начал и спорт, и школы, и учеба, все вот эти дела. Поэтому у меня с азербайджанским как бы проблемы. Я фактически вообще не говорил никогда на языке. Я просто понимал из-за того, что родители общаются между собой на азербайджанском. Но традиции, азербайджанский дом, мы всегда соблюдали наши традиции. Поэтому как бы вырос в азербайджанской семье, во мне это осталось. Ну просто вот как бы вот школа, как бы скажем, была американской. Что в спорте, что обучение, что язык, было все американское. И немножко русское из-за того, что я там родился. Может быть, даже если я там не родился, может, даже и русского не знал. Но поэтому от того, что у меня там было детство, я uspel как бы и naучиться русскому. İdmançı sayı çox olmamasının səbəbi elə maddi cəhətdir.
Çünki idmançı öz işini görməlidir. İdmançının işi nədir? İdmançının işi məşq eləməkdir. Əgər idmançı məşq zamanı çörək pulundan fikirləşir, necə ailəni doldurmaq lazımdır, harda işləyim ki, pul qazanım, o idmançı irəli gedə bilməz. Məhz buna görə bizdə sponsorlar, dəstək daha artırmalıdır. İdmançılara kömək lazımdır eləmək. Biz görürük ki, bizdə əslində olimpiya idman çox yüksək səviyyədədir. Olimpiya idman növləri. Çünki olimpiya idman, bəli, dövlət tərəfindən dəstək olunur, şəxsi sponsorlar dəstək edirlər idmançıları. Amma MMA təzə bir idman növüdür, qeyri-olimpiya idman növüdür və hal-hazırda yaxşı idmançıların MMA-da iştirak eləmək, MMA-da vuruşmaq həvəsi də yoxdur. Çünki bilir ki, ortalıqda heç nə yoxdur. Böyük səviyyəyə çıxmaq üçün gör nə qədər sən əziyyət verməlisən, gör nə qədər vaxt keçməlidir ki, sən hansı bir normal vəziyyətə çıxasan və orada nəyisə qazanarsan. Nailiyyətlər olmalıdır. Amma bizdə hal-hazırda problem məhz budur. Diqqət! Əgər verilişlərimiz sizə motivasiya verirsə və gənclərimiz üçün faydalı olmasını düşünürsünüzsə, kanalımıza abunə olun. Verilişləri bəyənin və çalışdığınız qədər çox yerdə paylaşın. Yalnız bu halda videolarımız trendə düşə bilər və hər bir yerdə daha çox insana fayda verə bilərik. Nazim burada, Nazim Tozu burada. Assalamualaikum. Ya, deyildi, mən də qalacaq. O yüzden uşaqlar, bizim dostlarımız Nazim Amerikada, Vüqarla Mehman Rising'də, Tofiq Bellator'da, inşallah UFC-də bizim döyüşlərimizin sayı çox olsun, Allahın köməyi. Biz bir olmalıyıq, birliyimiz olmalıdır inşallah. Mənə elə gəlir ki, bundan sonra daha da yaxşı olacaq. Да. И вот за эти годы, да, вот то, что ты там проживал в Америке, ты начал с чего? Очень понятно, то, что отец тебе дал спорт. Отец тоже занимался карате профессионально. Я с ним уже общался, то, что старая школа, да, школа, пошло там. Почему ты выбрал спорт? Спорт это всегда было параллельно со школой. Да. У меня спорт, вот я учился, у меня, знаешь, в чем хорошо? Я отвратительный математик, но у меня писать очень хорошо получалось. Да. 2-3 года после как приехал в Америку, я уже выучил полностью английский, и уже там как бы оценки у меня всегда были хорошими на английском. И все специальности, когда попадал там в high school или в университет, было за английский язык. Что касается спорта, это тоже у меня всегда было параллельно, и я стал профессионалом в 2018. До этой степени я всегда выступал по любителям. У меня разные дисциплины были. Начиная я с детства с карате, переходил на рукопашный бой, боевое самбо, дзюдо. Потом перешел на кикбокс, 2 раза чемпионат Америки выиграл кикбокс, и потом уже перешел на любительский ММА, и потом профессиональный ММА. Да, поэтому у меня долгая карьера, что касается школы и что касается спорта. У меня очень долгая карьера, я всю жизнь, реально всю жизнь занимаюсь. О, как раз elə, как красавцы, Сибриз сближает, Сюда, Назим. Nazim bizim fəxrimiz. UFC gəlib elə istirahətə. Necəsən? Qəqzılar. Da. Nazim bizim UFC-də döyüşçümüzdür, həm də ki fəxrimizdir və hamı da burada Sibrizdədir. Qəqzılar. İstirahətə gəlib, həm də Elmarla dostlar tanışdılar. Рад видеть. Не зря говорят, Сибриз сближает. Вот теперь вы понимаете, о чем идет речь. Да, отлично. Как дела? Все нормально? Иншаллах. Я всегда, когда выходил после тренировок, ну, понятное дело, что я этим занимался еще не профессионально, мы были просто любители, но это безумно сложные тренировки, и оттуда я просто доползал, чтобы дойти до дома. Так что удачи вам в вашем непростом деле, успехов. Да. Çoxu düşüb ki, ortaya sponsor yoxdur, nə bu yoxdur, o yoxdur. Yəni bir sponsor yoxdur deyəndə ki, mən sponsor eləmirlər, bu bir. Mən poddeşka elər. Poddeşka və sponsorsa bu başqa şeydir. Mən poddeşka elər. Mən dəstək olar, məsələn, dost kimi, qardaş kimi.
Məsələn, onun bəzi insanlar var ki, onlar eləyir də. Yəni həmin dərəcəyə gəlməsi üçün qardaş kimi məsələn poddeşka olunsun. Məsələn, qardaşlığından heç qardaşa pul vermir. Məsələn, sən nəsə nəticə göstərməlisən, bayrağı qaldırmalısan, ona görə sənə bir şey eləməlidirlər. Amma oturduğum yerdə mən nəticə verməyim, bir şey eləməyim, düşüm orada Lübetskiyə bir iki dənə yarış oldum, bir iki dənə professional döyüş. Düşüm ki, mənə kim poddeşka eləmir, mənə kim bir şey eləmir. Yəni özü göstərmək lazımdır. Mən əlbəttə mən özüm dostlarımın arasında məsələn poddeşka nə var ki, məsələn himnini başlamışam danışmağa. Çünki əvvəl məsələn 6-0 olanda heç bir söz demirdim. Çünki 6-0 deyə məsələn Emadinə düşmüşdüm, dalaşırdım, amma həmin istədiyim nailiyyəti vermirdim də bildiyin. Yəni bilirdim ki, biraz səbr lazımdır, nailiyyəti verəcəm. Həmin nailiyyətləri məsələn başlamışam verməyə nailiyyətləri. Mən məsələn deyirəm ki, dostlar, qardaşlar məsələn hansılar ki var ki eləyə bilər. Deyirəm ki, eləmək lazımdır ki, belə də elədi bilin. Hə, nəticəm daha yaxşı olsun. Dost demirsən elə. İndi hal-hazırda pika qalxırsan, kəmərə İndi də pika qalxıram. Qardaşlar da pastan yanındadır ki. Yəni ondan başqa da istərsəməz köhnə axırıncı döyüşdən sonra istərsəməz o sırf o qalibiyyətdən sonra həm tanınmaq baxımından, həm yəni istərsəm o artımı özün hiss edirsən. Gedirik Nazimlə, Musayla, Elnurla Şuşaya. Nazimin özü ilə həm də idmançıdan intervyu olmamışdı orada. Birinci dəfə özüm də birinci dəfə gəlirəm və Nazimdən intervyu inşallah Şuşanın özündə alacaq. Hacıoğlu, Salyan Park, Musa. Gedək görək Nazim hardadır. Gələn kimi Hacıoğlu'da kofe var burada. Hər şey var. Bu Amerika Hindistan uçurmalı da yolda. Necədir servis? Dorogidə hər yerdə. Bizim də görən Salyanda görün necə xidmət var. Hacıoğlu'ya gəlir, şaşkı çörək yemək dursan Nazim. Buyur qardaşım. Amerika'dan geldin, birbaşa olarak saçma çörek, mütlak. Vətənimizdəyik. Bura vətəndir, bura Şuşadır. Buradan Şuşadan, mənim vətənimdən, Qarabağlıların vətənindən, hamımızın vətənindən, yəni bütün Motivator Azərbaycan layihəsinin iştirakçılarına, fəxri üzvlərinə, indi hal-hazırda Sərvər yığdı, Tahir yığdı, hamıya salam göndərirəm. Biz buradayıq. Sərvər də qeyd elədi ki, inşallah qonaq çağırarsan, Allah qoysa. Birinci dəfə gəlmişəm. Bu gələn dəfələrdə inşallah bir yerdə gələrik. Qonaq deyəndə ki, öz yerimizdir də burada. Şuşa hamınındır, bizim deyil ki, inşallah. Yaşasın Motivator kollektivi, yaşasın bütün dünya Azərbaycanlıları. İnşallah həm də buradan inşallah UFC-yə, Nazimin döyüşlərinə, Las Vegas'a. Şuşadan Las Vegas'a birbaşa. Vegas. Süper. Gelmiş Üzeyir Hacıbeyli'nin birbaşa olarak yanına. Именно Шуша, не верится, что я здесь, потому что это место, которое вот мы с отцом сидели, нервничали, болели за наших братьев, которые шахиды здесь, и кто ветераны, кто шахиды. Просто быть здесь и дышать этим воздухом, это, во-первых, огромная честь. Даже не знаю словами, как назвать эти эмоции, но чувствуется очень глубоко, очень сильные чувства у меня. Да, и кроме того, вот воевали, да, наши ребята, столько şəhidlərimiz oldu, qazilərimiz oldu. Allah ölənlərə rəhmət eləsin, hansı ki bizim şəhidlərimizi, bir də qazilərimizə can sağlığı və həqiqətən güclü olsunlar və onların hesabına biz bu günləri buranı gəlib ziyarət edirik. Пули еще здесь. Пули. Они эти бюсты перекупили. Qismət oldu, gəldi buranın üçün.
Ne oldu? Ne oldu? Ne oldu Paşinyan? Bugün gelmeyecek. Назим Садыхов, мотиватор, обед, кофе на шуше. Даже сахара не добавил, потому что на шуше все сладко. Сидим, обедаем, общаемся. Уже объехали некоторые крепости в Шуше. Красота здесь, воздух, атмосфера, все бомба. Sağ olun, mən getdim. Yəni bir dənə şey nə yaxşıdır ki, ermənilər rulu saxlayıblar. Başa düşdük. Yəni bunu da geri götürüb aparardılar. Bir dənə bu qaldı. Bu inşallah verəcək Arifə. Arif buradan sənə salamlar göndəririk. Azar Tuninqə. Nazim UFC-nin döyüşçüsüdür, hansı ki hamı bilir bunu. Yəni bu təzə bir xəbər deyil. Уже есть азербайджанцы. İnşallah и там Нариман тоже будет, и Tahir тоже будет, и другие ребята, которые там сейчас занимаются. Конечно, уже uşaqlar oradadır. Nazimgil oradadır. Уже yol açılır. Maşallah Elgün dostumuz oradadır, Musa oradadır. Yəni Amerikada bugünkü günləri çıxış eləmək üçün, yəni bir dənə oktagona çıxmaqdan başqa ətrafın da geri olmalı, dəstək olmalı. Из-за этого inşallah Nazim у нас Azərbaycanda motivatorda, bizim verilişdə, bizim layihədə. İnşallah ki, мы тоже поедем, gedəcəyik Amerikaya. Nazim, spasibo. Nazim, çox sağ ol. Nazim, thank you. Üç dənə dilə var. Вот, birinci elə sən də sağ ol. Bu bizim verilişimiz sırf bizim dostumuz, qardaşımız Amerikada UFC-də bizi təmsil edən Nazim dostumuzdan oldu və həqiqətən mən 100% bilirəm ki, çox maraqlı oldu. Bizim kanalımıza abunə olun, kimlər abunə olmayıblarsa və inşallah ki, biz Nazimlə dostumuzun münasibətimizi davam etdirəcəyik. Döyüşlərinə Amerika, bizim dostluğumuz, naša bratstvo, bizim bizləndir, motivator team, motivatorda. İnşallah ki, sənə uğurlar arzu edirəm. Bizi izləyənlər də, yəni ki, baxacaq sənin veriliş və səni tanıyacaqlar və bundan sonra inşallah ki, Nazimi izləyəcəklər. Наблюдайте за Назимом и подписывайтесь на его канал, на его Instagram, иншаллах. Ребята, спасибо большое, рад быть в Шуше, спасибо Рушату. Motivator двигаемся, иншалlah. Biz Şuşadayıq, Şuşa, sən azadsan. Karabağ Azerbaycan'dır.